qoca nurani kişi gəlir İmam Səccadın qabağında dayanır ki, bəs şükür olsun Allaha ki, Allah Əmirül Müminin Yezidi qalib etdi. Sizi isə tənə vurur. Tənə vurur. Yəni belə bir şəraitdə indi bu nümayəndə də xalqın əslində o təfəkkürün nümayəndəsidir. Təfəkkürün nümayəndəsidir. Yəni bu ağsaqqalı bunu deyirsə, indi gör onun cavanları, indi gör onun qadınları və nə düşünür. Orada İmam Səccad əleyhissalam çox təmkinlə deyir ki, sən Quran oxumusan. Bu bir dəfə qalır çaşbaş ki, nə danışır? Kimdir bu Qurandan danışır? Quran oxuma, o deyir, bəli, əlbəttə Quran oxumuşam. Biz müsəlmanıq. Deyir, bu ayəni oxumusan. Başlayır o Əhl-i-Beyt haqqında olan həmən o məvəddət ayəsini oxuyur birinci. Ki, Allah buyurdu ki, Peyğəmbər, mən risalətimin müqabilində yalnız sizdən məhəbbət istəyirəm, Əhl-i-Beytimə məhəbbət istəyirəm, məvəddət istəyirəm. Bu qaldı, elə bir tok vurdu onu, ildırım vurdu onu. Danışa bilmədi. Dedi, bəli. Sonra imam davam edir. Falan ayəni oxumusan, həmən o Allah Peyğəmbərinə tapşırır ki, ya Peyğəmbər, Əhl-i Beytivin, yaxın qohumlarının haqqını ver. Bəli. Və atizəl qurba haqqı. İmam buyurur ki, o bizik. O məvəddət, məhəbbət istənilən tətir ayəsini oxuyur. Deyir ki, bu həmən Əhl-i Beyt bizik, biz pak. Deyir ki, bu başladı əsməyə və başladı ağlamağa. Sonra başladı Yezdə lənət deməyə. Deyir, onu apardılar, edam edirlər həmən hocanı ki, yəni səs çıxmasın. Və Yezdin sarayında da İmam Səccad əleyhissalam çıxış eləyəndə o cür o ağlamaq səsləri ki, eşidilməyə başladı. Onda Yezid başladı ki, səhv eləmiş. Bəli, düz eləməmişəm gətirməklə. Yəni, İmam Hüseyin əleyhissalam canlı heç cür onları sala bilməzdi Şama, Kufiyə. O təbliğat keçməzdi. Və siz buna da fikir verin. Hətta Əhl-i Beyt özü Şama, Kufiyə gəlsəydi, kim qulaq asacaqdı onlara? Bəli. Amma kəsik başlar, əsir gətirilmiş insanlar, hamının diqqəti bundadır ki, Əmirəl-Möminin Yezid, dilim lal olsun, Əmirəl-Möminin Yezid düşməni məğlub eləyib, gəlin tamaşaya və düşmən birdən başlayır İslamın mənbəyindən danışmağa.